Little, a little. Few, a few. Bunlar arasındakı fərq nədir? Və biz nə vaxt bunu article-la, nə vaxt isə articles istifadə edirik? Hər ikisinin mənası, daha doğrusu hər dördünün mənası az deməkdir. Sadəcə olaraq little, a little sayıla bilməyənlərlə, few, a few isə sayıla bilənlərlə işlənə bilir. Amma mənaları eynidir, az deməkdir. Sadəcə olaraq bu ikisinin arasında, yəni article-lı və article-sız versiyanın arasında cüzi məna fərqi var. Bu nədir? Əgər biz article-sız istifadə ediriksə, yəni sadəcə few və little-dan istifadə ediriksə, məsələn, few eggs, little water deyiriksə, bu o deməkdir ki, bizim yumurtamız və yaxud da suyumuz bizim işimizi görməyə yetəcək qədər deyil. Məsələn, mənə tort bişirmək üçün 3 yumurta lazımdır, amma hal-hazırda mənim evdə 1 yumurtam var. Bu zaman mən few eggs deməliyəm. Əgər few eggs desəm, bu mənanı verir ki, mənim evdə 3 dənə yumurtam var. Sadəcə olaraq mən işimi görüb bitirəndən sonra gedib digər işlərim üçün yenidən almalıyam. Amma hal-hazırda bu gördüyüm iş üçün mənə yetəcək qədər var. Few dedikdə isə mən bu işi yerinə yetirə bilmirəm və yetirə bilməyim üçün mağazaya gedib yumurtanı alıb sonra davam etməliyəm. Eyni zamanda little üçün də, məsələn, I have little water. Bu o deməkdir ki, mənim çox az suyum var. Yəni hal-hazırda mən susamışamsa, mənim içməyə suyum yoxdur, sıfıra bərabərdir. Amma a little water dedikdə sadəcə olaraq özümə yetəcək qədər su var. Məsələn, yanımda dostum da var, amma mənim hal-hazırda a little water deyirəm var. Bu zaman onu bildirirəm ki, mənim suyum sadəcə mənə yetəcək qədərdir. Yəni sənə yetəcək qədər suyum yoxdur. Bu 4 kəmiyyət bildirən söz arasındakı fərq budur. Əvvəlcə few və a few sayıla bilənlərlə, little və a little sayıla bilməyənlərlə işləyir. Bu şəkildə ayırırıq və daha sonra isə article-sızları dedikdə sıfıra bərabər olduğunu göstərmək üçün bildiririk. Article-lı versiyanı isə hal-hazırda bizə yetəcək qədər olduğunu göstərmək üçün istifadə edirik. Amma hər birinin mənası az deməkdir. Ümid edirəm ki, video sizin üçün faydalı oldu və artıq bu sözlər arasındakı fərqi başa düşmüsünüz, istifadə edə bilərsiniz düzgün şəkildə. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi, rəy bildirməyi və dostlarınızla paylaşmağı unutmayın.